Salamlayıram dəyərli 9-cu sinif şagirdləri. Mən Adəm müəllim sizə 9 buraxılışa məqsəd, aprel ayı olan buraxılışa dəstək məqsədi ilə test toplarından və yaxud digər test vəsaitlərindən olan sınaqların izahını verirəm. İlk öncə işləyin, sonra isə izahına istəksə baxa bilərsiniz ki, daha da sizə xeyri dəysin. O zaman başlayırıq sınaq 1-ə. Birinci suala. 4-ə bölməsi alınan qağı tap. Deməli biz burada 4-ə bölünməsi alınan qağı tapanda son iki rəqəmə baxırdıq. Qalıq nədirsə 4-ə bölünəndə həmin qalıq da elə olur. Tutalım ki, belə bir ifadə yazaq. Dördə bölməsi alınan qalıq. Nəhayət, mötərizənin içindəki ədədə baxdığımız zaman burada son iki rəqəmlərini toplayıb və qalığı buradan tapırıq. 3, 6, 9, 8, 2, 10, sonra 0, 0, 9'dur. Burada 38'dir. Birinci ifadədə 2 qalıq qalır. İkinci bu ifadə 4-ə bölünəndə 1 qalıq qalır. Bunların hasili 2 eləyir. Və 2 4-dən də kiçik olduğuna görə alınan qalıq 2-yə bərabərdir. Belə, sonra. Bunu biraz kənarlaşdıraq. Demək ki, ikinci suala. İfadəsinin qiymətini tapın. Evet, kənar bir misalımız da var. Burada yazaq. Bax, burada. Deməli, 6 çıxılsın. İlk öncə burada nə etməliyəm? Burada. İlk öncə bölməli və mötərizəni etməliyəm. Deməli, 6 çıxılsın. 3 bölünsün 2-də 1. Yəni, 3 vurulsun 1-də 2, tərsi. 5-dən 4-də 1 çıxanda yazıram elə birbaşa. 4-də 4, 5, 20, 1 çıxanda 19. Bax belə. Yəni, 6 çıxılsın 6 çıxılsın 4-də 19. Yəni, birbaşa. Altlar gedir mənfi 19 4-ə bölün. 4-dan %75 olaraq qalacaq. Yəni, burada 3 qalır. 4-də 3, 75-imi 0.75-imi götürə bilərik. Sonra uşaqlar, davam edin növbəti suala. A çoxluğu və B çoxluğu verilib. A'dan B çoxluğunu tapmağımı soruşur. A'dan B'nin fərqini soruşur. A'nın B'nin fərqi. Baxın, A'da olub, B'də olmayan, yəni B'də olanlar A'da varsa, həmin onları silib atırıq. Bax, B, bax görsən, B'lər, bax, belədə siləcəm. Eyni olanları silirəm. C'lər eynidir, Y'lər eynidir. F yoxdur. Və baxırıq ki, A'nın daxilində nə qaldı? A'nın daxilində bir A elementi qaldı, bir D elementi qaldı. A və D elementi qalan variant isə C variantıdır. Növbəti sual. 4-cü sual. İşin 40% görülüşdən sonra hansı hissə görülməmiş qaldı? Bütöv iş 100%'dir. Əgər bu işin 40% görülübsə, deməli 60%'i qaldı. 60%'i qaldısa, 60%'i adi kəsindən göstərir ki, %60. %60 isə onluq kəs şəklinə göstərəndə 0.6 formasına göstərəcək. Doğru cavab D variantı. Sonra 5-ci sual. X və Y tam ədədlərdir. Mənfi 6 kiçikdir, x kiçikdir, mənfi 1, x, y 21 olarsa, 3x minus 2y ifadəsinin qiymətini tapın. Deməli, burada x-in ala biləcəyi qiymətlərə baxırıq, uşaqlar. X bərabərdir, alır nə? Mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2. Niyə görə bu ədədləri yazdım? Çünki bu ədədləri yazdım ona görə ki, x və y tam ədədlərdir. Və x, y hasili 21 olarsa, deməli burada 21 3-ə bölündüyünə görə artıq bunu götürəcək. Çünki tam ədəddir axı. Deməli, əgər x-imiz bərabər mənfi 3-dürsə, y bərabərdir mənfi 7 götürməliyəm ki, hasilimiz 21 olsun. Və bizə deyən ifadə yerinə qoyacaq. 3x minus 2y, yəni 3-ü mənfi 3-ə vuranda mənfi 9 olacaq, plus 2, 7, 14. Bu da bərabər olacaq nəyə? 5-ə və doğru cavab C olacaq. Kəsrin məxrəci irrasional azad edin. Yəni, sürət məxrəci onun qoşmasına vuracaq.
qoşmasına. Yəni 24 böl kök altı 6 həm surəti, həm məxrəci kök altı 6-ya vururuq. 24 kök altı 6 məxrəcdə eləyir 6. 24-ü 6-ya bölən 4 kök altına nə? 6. Və doğru cavab olur B variantı. Növbəti 7-ci sual. Diqqətli olun bu suallarda uşaqlar. Deməli, mənfi qarşıdadır. Ona görə bütün kvarta qarışmır. Mənfi 49. Molda mənfi 3-də 3 çıxır. Plus 5-dən 7 çıxırsan. Yenə də bu 7 yenə qarışdırmasın ağlınızı. 5-dən 7 çıxırsan qalır mənfi 2. Mənfi 2-nin kub eləyir mənfi 8. Aşağıda isə 6-dan 11 çıxırsan mənfi 5. Moldan isə onun çıxır nəyi? 5-i. Bax belə. Bu da bərabərdir. Bu da bərabərdir. Deməli, bu da eləyir mənfi 60 bölünsün 5. Bu da bərabərdir. Mənfi 12 və burada alınır B variantı doğru cavab. Keçirəm 8-ci suala. AB natural ədədlərdir. AB 24 olarsa hansı yanlışdır? Hansı yanlışdır? Məsələn, tutalım uşaqlar. A artıqda B azalır. A azalda B artır. Yəni necə eləməliyəm bu? Nə iş görməliyəm burada mən? Deməli, məsələ nədir uşaqlar? Bu hasildir. Məsələn, A artdıqda B azalır. A artdıqda, bax, A artır, B azalır. Məsələn, bax, tutalım ki, 6 4-ün 24-dürsə, bura 8 vur 3 yazsam 24 eləyər. Görsən, A artıqda B azalır. Deməli, bu doğrudur. Bu doğrudur. Yoxlayaq obrisləri. A azaldı da B artır. A azaldı da B artır. Yenə bunlar eyni şeydir. Deməli, bu da yenə doğrudur. A və B tərs mütənasibasıdır. Bəli. A-nı tapanda 24-ü böləcək B-yə. A və B olacaq tərs mütənasib. Bu da doğrudur. A və B tərs mütənasibdirsə, deməli A və B düz mütənasib deyil ki. A və B tərs mütənasib dediksə, artıq D variantda düz mütənasibasıdır ifadəsi yanlışdır. Bəli, qarşılığı sadə ola bilər. Məsələn, 1 ilə burada tutalım ki, mən 1 ilə 24 yazsam, bu olacaq qarşılığı sadə. Sonra növbəti sual. Növbəti sual. 9-cu sual. Vurğularından biridir. Artıq burada mən vurğuları ayırmalıyam. Bu ikisindən mən A-nı çıxarsam A plus 1 qalır. Bu ikisindən 2B-ni çıxarsam yenə də qalır A plus 1. A plus 1-in mötərizə xaricdən çıxarsam A minus 2B qalar. Və A minus 2B doğru cavab B variantda var. Sonra 10-cu suala baxırıq. 2 üstü A minus 1 4 olarsa 4 üstü A minus 1 ifadəsinin qiymətini tapın. Yəni bunu yazacaq 2 üzərində A minus 1-in elə bax beləsinə kvadrat yaza bilərik. 2 üzərində A minus 1 4-ə bərabər olduğuna görə 4-ün də kvadratı eləyər 16 və doğru cavab eləyər B variantı. Aşağıdakılar hansı üç bucağın tərəflərindən biri ola bilməz? Üç bucağın iki tərəfinin cəmi 3-cü tərəfdən böyük olmalıdır. 1-dən 2-ni toplayırsan 2-dən böyükdür. 2-dən 2 toplayırsan 1-dən böyükdür. Və salam, deməli ola bilər. 3-dən 3 toplayırsa bu 3 dənə tərəf eyni ola bilər. Bu 7. 1 7. Yəni 2 tərəf toplayanda 3 tərəfdən böyük olmalıdır. 2 6 8 olmaz. D variantına diqqət yetirsə, iki tərəfi mütləq toplayanda 3-cü tərəfdən böyük olmalıdır mütləq şəkildə. Deməli D variantı doğru cavabdır. Sonra uşaqlar 12-ci sual. ABC üç bucağında BD AY perpendikulyar. Super. Bunlar hər şeyi kitabda verib. Artıq burada AB 6 AD 3-dür. YS 2-dir. DS'ni tapın. DS'ni də qoyaraq dənə X qoyuram. Deməli uşaqlar, bu həm hündürlükdür, həm də tərəfi yarı böldüyünə görə bu üç bucağımız bərabər yanlıdır. AB ilə BY. Yəni bərabər yanlıdır ABY üç bucağına baxanda. Yəni burada bir müəyyən bir belə deyək də, burada bir K-dır, burada bir dənə K-dır. Və tən böləndir. Bax, burada alfadır, burada alfadır. Çünki həm hündürlük, həm mediandır, deməli, həm də tən bölən anlayışı var burada. Təmirlən xassəsindən istifadə edərək bölüyorum. 6-nın 3-ə nisbəti, digərində 8-in isə X-a nisbətinə bərabərdir. X də bərabərdir 3 8 24. 24-ə böləndə 6-ya bərabərdir 4 sm. Bax belə uşaqlar. DC-ni soruşur. DC edilən məsələ X-dır və elə bu ifadənin cavabını tapdıq ki 4 sm-dir. Sonra 13-cü misal. İfadəsinin qiymətini tapın. Uşaqlar, bax burada kvadrat olduğuna görə bəzi ağla gəlir ki, A minus B, A plus B-dən istifadə edeyim. Bax 1975-ni yazaram. Bax 1978
Çıxılsın 3. Digər 1981-i 1978 kimi yazaram. Çıxılsın 1978-in nəyi kvadratı? Bu 1978-in kvadratı çıxılsın 3-ün kvadratı. Bir də 1978-in kvadratıdır. Qəti şəkildə belə vurub açmayın. Çox çətin olacaq sizin üçün belə etsəz. Mənfi 3-ün kvadratını vəsm eləcək mənfi 9 və doğru cavab D variantı olacaq. 14. Bir nöqtədən çevrəyə çəkilən iki toxunan arasındakı bucaq, bunu belə eləyək biz. Çevrə. Bir nöqtədən çevrəyə 2 dənə toxunan çəkmişəm və arasındakı bucaq 80-dir. Toxunma nöqtələrinin çevrənin ayırdığı kiçik qövs neçə dərəcə olar? Kiçik qövs neçə dərəcə olar? Ümumiyyətlə, bura bir M qövsüdür. Burada bir N qövsüdür. Eləmi? Deməli, mən bilirəm ki, bu 80 dərəcəni tapmaq üçün M qövsündən N qövsünü çıxıb 2-yə bölməliyəm ki, 80 dərəcəni tapam. M çıxılsın M bərabər olacaq 160 dərəcə. Biz də bilirik ki, M qövsü ilə N qövsünün dərəcə ölçülərinin cəmi isə 180-dır. N'lər gedər sistem tənliyi həll etsək, 2M qövsü bərabərdir 340 dərəcə. Səhv hesablamadım. 100, 100, 280, 340 dərəcə. M qövsü bərabərdir 340 bizdə dəqiqə 160. M qövsü bərabər 342-yə böləndə qalır 170. 170. Gəlin belə yazaq. Burada desən yanlışlığa yol verdim. Burada belə mərkəzi bucağı daxil edək uşaqlar. Baba, bura radius ona perpendikulyardır. Bəli. Burada 4 bucağı yanadır. 80 isə burada olur 100. 180 olsun bu iki bucağın cəmi. Deməli, N qövsü bərabər olur 100 dərəcə. M qövsü isə bərabər olur 100 dərəcə. Bəli. Kiçik qövsün dərəcə ölçüsü 100 dərəcə. Digərdə eləyəcək artıq 360 dərəcə. Çünki tam üd olaraq 360 dərəcədir. Bəli. C variantı. Növbəti 15-ci sual uşaqlar. İfadəsinin qiymətini tapın. Həm bu ifadə və bu ifadə müəyyən bir x ifadəsidir. Mən də bu axırda yazdığım ifadə var ha. Yenə də bu x ifadəsidir də. Yəni bunlar hamısı nöqtələr sayı eyni getdiyinə görə elə x ifadəsidir. Mən buna yazaram 3 üzərdən kök altında 4x bərabərdir elə x-a. Burada da yazaram ki, kuba yüksəldirəm hər tərəfini. 4x bərabərdir x-in kubuna. X-lar x-lar elərim. X kvadratı bərabər olar 4. X-da bərabər nə olar? Bəli, x bərabərdir. Artıq bizim belə elə də bunu uşaqlar. 4x bərabər 4x çıxılsın x-in kubu bərabərdir 0. X bərabər 0 olacaq. Bir də x kvadratı çıxılsın 4 bərabər 0. Bu da olacaq bizim x bərabərdir müsbət mənfi olacaq 2 ifadəmiz. Artıq burada qiymətimiz nə oldu? Qiymətimiz 2 qiyməti oldu. Bu fikir versəsi bura. Niyə görə müəllim 2-ni götürürüz, mənfi 2-ni götürmədi sualına belə cavab verirəm ki, yəni burada hamısı 3-cü dərəcədən 4-cü dərəcədən 4-cü dərəcədən 4-dür. Yəni burada hamısı müsbətdir. Yəni heç birisi mənfi ola bilməz. Ona görə də artıq qiyməti 2 olaraq götürürük. Növbəti sual. Avtomobil 90 km məsafəyə 6 litr yanacaq işlədərsə, baxın yazırıq ki, 90 km məsafəyə 6 litr yanacaq işlədərsə, 450 km məsafəyə isə x litr işlədər. Yəni görürsən, bu düz mütənasib kəmiyyət olduğuna görə 5 dəfə artarsa, bu da 5 dəfə artacaq. O da olacaq nə? 30 litr yanacaq işlədəcək. Bu formada. Sonra isə növbəti. Uzunlar 2x plus 1 və 3x minus 7 olan 2 vətənin çevrədən ayırdığı qövslər bərabər olarsa. Vətənin uzunluğunu tap. Bu qövslər bərabərsə, deməli bunların özləri bərabərdir ki, qövslər bərabərdir. 3x minus 7 hesablayaq. X bərabərdir. 11 ilə 7 elədi nə qədər? 18 elədi. Deməli, bizə nə soruşur? Vətənin uzunluğunu tapın. Yəni 2 vurulsun 18, 1 11.
36 plus 11 bərabərdir 47. Biz bunu həm bu ifadənin, həm bu ifadənin fərqi yoxdur. Hansını hesablasaq, eyni cavab verməlidir bizə. Deməli, çoxların sərbəst sətri 8 olarsa, M-i tapın. Yəni, bizdə nə deyir? Biz nə eləməliyəm? Bax, burada 3M minus 4 var ki, bərabər 8. Sərbəst sət budur. Yanında x dəyişəni olmayan. 3M bərabərdir. Olacaq artıq burada 12. M də bərabərdir 4. M bərabər 4 qiymətlə və salam. Növbəti sual test etdiyimiz zaman bu ifadə, bax, 2 ifadəsi burada var. Bax, bu ifadəyə diqqət eləyəndə müxtəsər rumasından istifadə eləməliyəm. Bax, kök adda bu olur 1 plus kök adda 5-in kvadratı. Bax, 2 kök adda 5 ilə bir 2 misil məsələsi var. Digərində isə 1 çıxılsın kök adda 5-in mötərizə kvadratı. Bu ifadəni hesablayanda modullarını çıxardırıq. 1 plus kök adda 5 minus 1 minus kök adda 5. Deməli, 1 plus kök adda 5 olduğu üçün müsbətdir. Digər ifadəni ya qarşısına mənfi atıb, ya da isə bunu çıxılsın kök adda 5 plus 1 kimi götürərsiniz. Fərqi yoxdur. 1, 1. Doğru cavabımız elədi, qiymətimiz 2-yə bərabər oldu. 20-ci sual. S-nin neçə natural qiymətində bu ifadəsinin qiyməti natural ədədə bərabərdir. Verilmiş bu ifadəni ayrı-ayrı kəskin göstərək. 5S S-yə bölək, 8 də S-yə bölək. S-lər getdi, 5 çıxılsın 8 bölsün S. Artıq ilk öncə hələ bunu tama gətirik, sonra isə natural alanlarına götürərik. 8 1-ə bölünür, 2-yə, 4-ə və 8-ə. Baxın, 1 qoyanda 5-dən 8 çıxanda olmur. 1 getdi. 2 qoyanda olur və 2 oldu. 4 olanda 8-i 4-ə 2, 5-dən 2 çıxanda müsbət olur. Ona görə 3-ü 4-ə götürürük. Sonra 8-də qoyanda 5-dən 1 çıxanda 4 qalır. Ona görə 8-də götürürük. Yəni, E-nin neçə natural qiymətdən soruşursa, artıq 3 dənə natural qiymətini götürürük və salam. Sonra 21-ə baxırıq. Katetləri 5 və 12 olan düzcaqlı üçbucağın düz uzaq təpəsindən çəkilmiş median neçə santimetrdir? Bildik ki, düz uzaqlı üçbucaqda düz uzaq təpəsindən hipotenuza çəkilmiş median hipotenuzun yarısıdır. Yəni, katetlər 5 və 12 olanda Pifaqor ədədlərinə görə 144, 25. Bu da 13-ə bərabər olduğuna görə bu median həmişə hipotenuzun yarısıdır. Yəni, 13-ün yarısı eləyir 6,5-ə bərabərdir və doğru cavab 6,5 olacaq. Növbəti suala keçdik uşaqlar. Nədir bu? Deməli, 250 manata satılan məhsulun satış qiymətinə əvvəl 28, daha sonra isə yeni qiymətə 25% endirim edilir. 25% endirim edilir. Məhsulun ilkin satış qiymətinə görə ümumilikdə neçə faiz güzəşt edilir? Artıq 250 manata. Bax, 250 manata satılan mal. Əvvəl 28% endirim edilir, sonra gəlin belə edək. Deməli, 250 manat olan satılan məhsul. 250 manat olan məhsul 28%. 28 bölünsün nəyə? 100-ə. Sıfırlara aparıram. 25 ilə 10-u. Burada yuxarıda qalır 5. Burada qalır 2. 28-i 2-yə böləndə 7. 7 5-in əldə 35. Əldə 35. Deməli, apardım 28 ilə 3-ünə aparım 7 qaldı. Bir dəqiqə. Belə yazım bunu qoy səliqəli. Deməli, 250 vurulsun 28 bölünsün 100. Və bunları 50-yə aparıram. Burada 2 qalır, burada qalır 5. 28-i 2-yə bölürəm. 28-i 2-yə bölürəm. Qalır 14. 5 14-də qalanda olur 70. Yəni 70% endirim. Burada nə qədər qaldı? Qaldı 180. Qaldı 180 manat. İndi 180 təzədən 25% endirilir. Yeni qiymət. 180-dən əvvəl 25%-ni tapaq. 4, 184-ə böləndə qalır 45. Yəni ümumiyyətlə 45 də çıxsa nə qədər qalır? 135 manat qalır. İndi mənə soruşulan nədir? Məhsulun ilkin satış qiymətinə görə ümumiyyətlə neçə faiz güzəşt edilir? Deməli, biz nəyi tapırıq burada indi? Deməli, ümumiyyətlə 250 idi. Baxın, 250 idi. Düşüb 135-ə. Deməli, 115 manat nə olub? Endirim olub.
Deməli, bu endirimi tapmaq üçün 115 bölünsün 250 vurulsun 100. 50 sıra varsaq 5, 2. 115 5'e 23 qalar. 23'ü 2'ye vuranda isə neçə eləyir? 46%. Və elə bizim doğru cavabımız olsa 46%. Növbəti suala keçdir. Deməli, növbəti sualımız nədir görə? 23-cü sual. Çevrə üzərində qeyd olunmuş ABC nöqtələri verilən arasında qeyd olunub belə. Bu vətərlərlə arasındakı iti bucağı tapın. Hə, tapaq. Əvvəl bir yenə çevrə çəkək. ABCD. Onu çəkək, buraya yazaq. Bax, A, B, C, bu da olsun D. Baxın, deməli, AC və BD. AC vətəri, bu da BD vətəri. BD vətəri qeyd olunmuşdur. Deməli, 360'ı indi burada verilən ədədlər ki var. Biz 360'ı böləcəyik. 2, 3, 5, 4, 9, o da 6, 15'ə. Bu da eləyəcək nə qədər? 24. 24'ü 2'yə vuracam. Olacaq, bax, 48. Yazıram bura 48. A, B sıra ilə. 24'ü 3'ə vuracam. Bura olacaq 72. 4'ə vuracam, eləyəcək 96. 24'ə 6'ya vuracam, eləyəcək 144. AC və BD vətərləri arasındakı bucağı tapın. İndi uşaqlar, AC və BD arasındakı bucağı tapmaq üçün biz nə iş görəcəyik? Həmin bu daxildə yerləşən bu bucağı tapmaq üçün biz həmin qövsləri toplayıb 2'yə bölməliyəm. Yəni biri 96, biri üstəcə 48. Topla böl 2'yə. Bu da bərabərdir 144 bölünsün 2. O da bərabərdir 72 dərəcə. Cavab elədir 72 dərəcə uşaqlar. Yəni 2 vətər kəsdirsə vətər arasındakı bucağı tapmaq üçün onları toplayıb 2'yə bölməlisən. Vəssalam. Digər ifadə 24. Deməli 25'də 25'i 4'ə vururam 100. 100'dən 19 çıxıram, qalır 81. Çıxılsın. Hər bir ifadəni 0,1'ə vura bilərik. Yəni belə deyək də, o birisi ifadəni hesablayanda 10'da şəkildə yazarıq da biz bunu. Elə belə yazdım. Bax, mötərizdə yazdım. Yazacağım ki 10'da 25 kökün altında. Üstəyə gəl 10'da 144. Bu da kökün altında. Bölünsün 10'da 225. Bax, belə də yazacağım uşaqlar. Rahat olsun sizlər üçün. Deməli, 25'də 81'dən çıxacaq 5'də 9. Çıxılsın. Bu da olacaq. Ortaq məxrəc olaraq kök adda 10'u götürsəm. Kök adda 10'u götürsəm. 5 üstə gəl 12. Eləyir 17. 17 eləyər. Deməli, 17. Bu da bölünsün. Kök adda 10 aşağıda. Burada da 15 çıxır. Olur 5'də 9 çıxılsın. Kök adda 10'da 17. Burasının kök adda 10 bölünsün. Bu da olur 15. Kök adda 10'lar gedir. Nə qalır burada? 5'də 9 çıxılsın. 17 bölünsün 15. 15 ortaq məxrəc. 5'ə bölünsün. 3, 9, 27 çıxılsın 17. Bu da bərabərdir. Bu da bərabərdir. 15'də artıq neçə verəcək bizə doğru cavab? 15'də 10 verəcək doğru cavab. İxtisar eləsək bunu hər tərəf 5'ə 3'də 2'də cavab götürə bilərik. Yəni hər biri bu doğru variantdır. Nəhayət sonuncu sual ifadəsini sadələşdir. Uşaqlar, belə bir suallara gəldiyimiz zaman artıq biz A minus B, A plus B müxtəsərdən istifadə edəcəyik. A minus B minus C, A minus A plus B plus C. Məxrəcdə isə məxrəci necə yazacaq? Deməli, birinci yerin axırıncını götürüb bunu A minus B A plus B yazıb. Digər ikisindən C-ni çıxarsam qalacaq B plus A qalacaq. Deməli, yuxarıda A minus B, A minus B minus C, A plus B plus C. Məxrəcdə isə A plus B-ni ortaq məxrəc kimi götürsəm yenə, kənara çıxarsam A minus B minus C qalacaq və minuslar gedəcək. Doğru olan ifadə isə A plus B plus C bölünsün A plus B bizim olacaq. Doğru cavab. Bu qədər dəyərli şagirdlər, növbəti sınaqlarda görüşərik.